Salam, müasir Türkiyənin memarı Mustafa Kemal Atatürk haqqındakı qısa izahatımıza xoş gəldiniz. Gəlin dərhal başlayaq. John Kennedy'nin de dediği kimi, o, çöken bir imperiyadan tamamilə azad dövlət yaratmağı bacardı. Möhtəşəmdir, elə deyil mi? O, hər şeydən əvvəl Türkiyənin müstəqilliyini qazanan əsl hərbi deha və bənzərsiz bir taktika ustası idi. Cəbhədəki həlledici qərarları əslində üç mühüm prinsipin, müdriklik, səbir və böyük cəsarətin mükəmməl birləşməsi idi. Düşünün, 1919-cu ildəki ilk müqavimətdən başlayaraq xalqı beynəlxalq tanınmaya doğru addım-addım böyük ustalıqla apardı. Qələbədən dərhal sonra isə dayanmadı, əsrlik Osmanlı ənənələrini yıxıb, yerinə çox sürətli, müasir islahatlar dalğası gətirdi. Köhnə dini məhkəmələri və ənənəvi geyimləri tamamilə dünyəvi müasir hüquq və yeni ictimai sistemlə əvəz etdi. Təsəvvür edirsiniz, yeni əlifba sayəsində savadlılıq səviyyəsi cəmi 10 il içində 9-dan 33%-ə fırladı. O, qadınlara təhsil, karyera və bərabər səsvermə hüququ verərək o dövrün ənənəvi gender rollarını darmadağın etdi. İqtisadiyyat da partlayış yaşadı. Gənc Cumhuriyyətdə ağır sanayi istehsalı inanılmaz bir sürətlə düz 150% artdı. Psixoloq Doğan Cücəloğlu'na görə, o əslində millətin iqtisadi, intellektual və sosial ehtiyaclarını eyni anda ustalıqla qarşılamışdı. Bir sözlə o, xalqı tamamilə yeni, müasir kimlik qazandıran, tarixi dəyişən əsl transformasiya edici lider idi. Hətta UNESCO belə onun müstəmləkəçiliyə qarşı savaşan ilk lider, sülhün ən böyük öncülü kimi qəbul edir. Onun fəlsəfəsi bəlli idi. Yurtda sülh, cahanda sülh. Sizcə, bu prinsipi indiki təlatümlü dünyamıza necə tətbiq edərik?